Sən nə oldu? CV göndərdin, iş tapdın. Ya bir dənə iş tapmışam, 600 manat maaş Əla verirlər. da əla, nə istəyirsən? Ya CV göndərmişəm, görək nə olur. CV göndərmisən, nə vaxt göndərmisən? 20-25 gün olar. Məzələn sənə oturub onu gözləyirsən. Hə, get CV göndər, ay kişi. Hə, onlardan sən nə bilirsən, xəbər çıxacaq, çıxmayacaq. Keyf sənəysən özün. Təzə iş axtarım deyirsən. Hə, gecikmisən, sən yatmısan, durub xəbər gözləyirsən. Nə xəbər gözləyirsən? Bura CV atdın, keç o birinə CV göndər. Elə bilsən gələ, o dəqiqə sənə xəbər edəcəklər. Düz deyirsən. Hə, sən keyf sənə özümə. Mən əsəbimi korluysan, sən təmiz. Sən xeyri yoxdur da, 1000 dəfə söz deyirəmsə, yenə də öz bildiyi eləyirsən. 2 gün bundan qabaq da bir iş görüşməsinə getdim. Dedilər xəbər edəcək. Hə, indi oturub onları gözləyirsən, eləmi? Ya. Hə, xəbər eləyən çoxdan eləyir ya ki, sən onlara lazımsansa, sənə şey sükun heç buraxmırlar. Söylə ki, davay sən bizdən işləyirsən. Hə, səni göndəriblərsə, demək ki, istəmirlər sənə, ki, xəbər eləyəcək. Nə xəbər eləyirlər? Təzə iş görüşmələrinə gedəməyik. Hə, sənin işin nə olacaq, hə? Sənə nətər eləyəcək, hə?